Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 11-ci uca ismə, Əl-Mütəkəbbir isminə nəzər salırıq. Əl-Mütəkəbbir nə deməkdir? Bu, əzəmət sahibi, böyüklüyü tək özünə məxsus olan, uca və bütün məxluqatın üzərində olan deməkdir. Təkəbbür insanlar üçün qəbul edilməz bir qüsurdur. Lakin Allah Taala üçün Əl-Mütəkəbbir olmaq, onun zatının kamilliyini və əzəmətini ifadə edən vacib bir sifətdir. Onun böyüklüyü və üstünlüyü sonsuzdur. Bu isim Allahın ucalığını dərk etməyin və ona qarşı təvazökar olmağın vacibliyini vurğulayır. Çünki əzəmət yalnız Allaha məxsusdur. Bəs ya mütəkəbbir zikri nə üçün və nə qədər çəkilməlidir? Ya mütəkəbbir zikri əsasən düşmənlərin və rəqiblərin şərrindən qorunmaq, hörmət və etibar qazanmaq və məqsədlərə çatmaqda maneələri aşmaq üçün çəkilir. Bu zikri 662 dəfə və ya gündə 100 dəfə zikr etmək sahibinə insanlar arasında ucalıq, hörmət və qüdrət bəxşidir. Gəlin, ya mütəkəbbir deyərək yalnız uca Rəbbimizin əzəmətini təsdiqləyək. Allahım, Əl-Mütəkəbbir adının əzəməti xatirinə bizi pisliklərdən qoru, qəlbimizdən kibir və təkəbbürü sil və bizi sənin hüzurunda təvazökar et. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Bizi izləməyə davam edin.